Ben Şərmov Hacı Rəbbi Şamiloğlu 53-cü ildə Emili kəndindən anadan olmuşam. Allah rəhmət eləsin Qasımlı Fərman əmini. Onunla bizim yaxın əlaqələrimiz olub. Rəhbətli Fərman əmi ilə Fəyaz əmi haqqında onunla eşitmişik. Çox dəyərli dindar, pərhiskar dindar, Əhl-i Beyt sevər, Əhl-i Beytin məhəbbətin qəlbində yaşadan bir kişi olub. Bəli. Mən fəxr edirəm ki, siz indi bu saat həmin Fəyaz əminin yolunu davam elətdirirsiniz. Həmin məhəbbəti qəlbinizdə yaşadırsınız. Həmin məhəbbəti ürəyinizdə gəzdirirsiniz. Çox minnətdaram. Fərman əmi həddən artıq o kişi haqqında böyük söhbətlər, böyük razılıq əlaməti olaraq onunla danışardı, deyərdi bizə. Çox sağ olun, var olun, bizə minnətdaram. Mən fəxr edirəm ki, elə kişilərin bu günləri onların davamçılarıdırlar, onların getdiyi yola gedirlər, onların qədəmlərini götürüb, onların qədəmləri yerinə qoyan balalardansınız, oğullardansınız. Mən sizə təşəkkür edirəm. Allah ömrünüzə bərəkət versin, elimizə bərəkət versin. 1962-ci ildə bizim kətdə məscid tikilib, rəhmətli Qulam Hüseyin kişi bizə dini təbliğ eləməkdən ötəri gəlib, bacısı Sahid bizim kətdə yaşayıb, o da həmin evdə qalıb. 1964-cü ildə mən Hacı Rəbbi, Kərbəlayı Pirvəli, bir də ki, rəhmətlik Gülmalı kişi ondan elmi öyrənmişik, Quran öyrənmişik. Quranı bizə ilk öyrədən o olub, o bizim ustadımız olub. Ondan sonra da bizim kətdə hər il Məhərrəm ayında məclis təşkilli məclis aparıbdır. Biz də orada iştirakçı olmuşuq, ona kömək eləmişik, gücümüz çatan. Çox dəyərli insan, dəyərli qardaşımız. Allah ömrünüzə, elimizə bərəkət versin inşallah. Allah sizdən razı olsun. Allah köməyiniz olsun.